Salam dəyərli dostlar, bugün mən sizlərə dünyada faydalı qazıntılarla zəngin olan ölkələr haqqında məlumat verəcəm. Başlayaq birinci neftdən. Neft ehtiyatına görə birinci Venezueladır. Yəni potensial ehtiyata görə Venezuela, Səudi Ərəbistan, Kanada, İran, İraq, Rusiya, Şimali Afrika ölkələri, Nigeriya fərqlənir. Neftin zəngin olduğu əsas ərazilər İran körfəzi, Qvineya körfəzi, Xəzər dənizi də daxildir, Şimal dənizi və Karib hövzəsi əsas neft ehtiyatı ilə zəngin olan ərazilər hesab edilir. Azərbaycan neft ehtiyatına görə dünya sıralamasında 23-cü yerdədir. Düzdür, bəzən yeni kəşflər, istehsal tempinə görə bu belə deyək, sıralama dəyişilə bilir. Dünyada ən çox qaz ehtiyatı olan ölkələr. Birinci yerdə Rusiya Federasiyasıdır. İkinci yerdə İrandır. Üçüncü yerdə Qətərdir. Yəni bu gördüyümüz kiçik ölkə üçüncü yerdədir qaz ehtiyatına görə. Dördüncü yerdə Amerika Birləşmiş Ştatları. Beşinci yerdə isə Türkmenistandır. Başqa ölkələrdə də var. Birləşmiş Ərəb Əmirliyində var, Nigeriyada var, Venezuelada da var, Əlcəzairdə var, İraqda var. Sonra dünyada ən çox daş kömür ehtiyatı olan ölkələr. Birinci yerdə Amerika Birləşmiş Ştatları, əsas da Appalas hövzəsi. Sonra Rusiya, sonra Avstraliya, sonra Çin, Hindistan və sair dövlətlər. Dünyada ən çox qızıl ehtiyatına malik olan ölkələr əsas birinci Avstraliyadır, Rusiyadır, Cənubi Afrika Respublikasıdır, Amerika Birləşmiş Ştatlarıdır, Perudur. Yəni Azərbaycan da bu siyahıda 27-ci sıradadır. Yəni təxminən 510 ton qızıl ehtiyatı müəyyən olunmuşdur. Azərbaycan ərazisində əsasən Gədəbəydə Qoşa yatağında, Kəlbəcərdə Zod yatağında, sonra Zəngilanla Vejnəli yatağında və Kiçik Qafqazın digər ərazilərində qızıl ehtiyatları vardır. Sonra dünyada alüminium, yəni boksit istehsalına görə fərqlənən ölkələr. Birinci yerdə Qvineya. Sonra Avstraliya. Sonra Braziliya. Sonra olacaq Yamayka. Boksit istehsalına görə fərqlənən ölkələrdir. Bildiyimiz kimi bu da alüminiumdur. Alüminium əsasən 3 elementdən alınır. Boksitdir, nefelindir, alünitdir. Alünit istehsalına görə isə dünyada birinci ölkə Azərbaycandır. Düzdür, bəzi siyahıda ikinci verilir, amma əsasən Azərbaycan birinci yerdə sayılır alünit istehsalına görə. Bu da Zəylik alünit yatağı Daşkəsən rayonu ərazisindədir. Sonra dəmir ehtiyatına görə birinci yerdə Avstraliya, Braziliya, Rusiya, Çin, Hindistan və sair dövlətlər. Mis ehtiyatına görə birinci yerdə Çili, Çili Ant dağları üzərində yerləşdiyinə görə Ant dağları ilə sözün mənası da mis deməkdir. Sonra Avstraliya, sonra Peru, sonra Rusiya, Meksika, sonra almaz ehtiyatına görə fərqlənən ölkələr. Rusiya, Kongo Demokratik Respublikası, yəni o bir adı Zair. Sonra almaza görə fərqlənəcək Avstraliya, Zambiya, Botswana, Namibiya, Angola, Cənubi Afrika Respublikası. Platinə görə fərqlənən ölkələr. Cənubi Afrika Respublikası, Rusiya, Zimbabwe, sonra Kanada. Urana görə fərqlənənlər. Avstraliya, Qazaxıstan,
Kanada, Nigeriya. Ümumiyyətlə gördüyümüz kimi bu faydalı qazıntılarla ərazisi böyük olan dövlətlər zəngindir. Çünki ərazinin böyük olması fərqli-fərqli belə deyək, geoloji eraların keçməsinə səbəb olur həmin ölkədə və böyük faydalı qazıntılarla zəngindir. Bir sözlə, dünyada ən çox faydalı qazıntılarla zəngin olan ölkələr Rusiyadır, Kanadadır, Amerikadır, Braziliyadır, Avstraliya, Çin. Yəni bunlar böyük əraziyə sahib olduğu üçün bu ölkələrin faydalı qazıntılarla zəngin olma ehtimalı daha çoxdur. Qaldı ki, Afrika materiki də əslinə qalsa çox faydalı qazıntılarla zəngindir. Sadəcə Avropa müstəmləkə rejimində saxladığı üçün, yəni bu ərazini çox istifadə edib. Yəni buradan olan qızıl, almaz, neft ehtiyatlarını daşıyıb Avropaya və Afrika əhalisi də yaman günə qalıb. Əslinə qalsa Afrika, yəni bu əsas da cənub hissələri qiymətli metallarla zəngindir. Yəni bu boyda Afrika qitəsində təqribən 52 dövlət var. Cənubi Afrika Respublikası və Şimali Afrikanın bəzi dövlətləri istisna olmaqla yerdə qalan böyük əksəriyyət dövlətlər yəni çox kasıb bir vəziyyətdə yaşayır. Səbəb də ki, onların müstəmləkə olmaları və onların faydalı qazıntılarının istismar olunmasıdır. Eyni zamanda Antarktida böyük faydalı qazıntılarla zəngindir. Qeyd edim ki, burada çoxlu neft, qaz, qızıl, uran, filiz, müxtəlif cür elementlər aşkarlanıb. Sadəcə olaraq Antarktida 1959-cu ildə imzalanan və 1961-də qüvvəyə minən müqaviləyə əsasən heç bir dövlətə məxsus deyil. Yəni orada olan faydalı qazıntıların istismar olunmasına icazə verilmir. Düzdür, sənəddə belədir, bəlkə də istifadə olunur, xəbərimiz yoxdur. Belə. Əziz dəyərli izləyicilər, öz fikirlərinizi rəylərdə yaza bilərsiniz. Sağ olun, salamat qalın.